Herkese salam. Salam. Gene biz gelmişik yeni bir vlogla karşınızdayız. Bu dəfə hardayıq? Alanya'dan Antalya'ya gedirik ve yoldayız avtobusda. Avtobusdayıq və yoldayıq. Yolu tanımırıq. Xəritə ilə getməyə çalışırıq. İnşallah ki gedərik. Gelip çatdıq Antalya'ya. Antalya'nın moluna gelmişik. Birazdan sizə də maraqlı kadrlar çəkəcəyik. Bəli. İnşallah. Nə deyə bilərsin? Nə oldu? Mağazalara baxdıq hələ ki. Aha. Heç nə mağazalara baxdıq. Hələ bir dənə Esla-Kikiyə getmişik. Bütün nə yaxşı şeylər var, hamısında bir şey yok. Bu pis deyil, sən yaraşma. Almasın. Antalya Kartal'da tramvaydayıq. Gedirik Kaleci'dən. Antalya'nın en meşhur yeridir Kaleci. Biraz araştırmışam. Bəli, gəldi çıxdı. Salamlar bir daha. Antalya mərkəzdeyiz. Yəni Kaleci'dən doğru gedirik. Görə gedə bilirik. Bu şeydə negativliklə Niyə negativlik? deməli, buradan adresi dönməliyik sağa. Sağa dönürük, düşürük hala? Antalya'ya. Kaleci. Kaleci'ne. Kaleci mənası nədir? Kaleci mənası odur ki, o vaxtı Bizanslar, Səlcuqlar dövründə Anlat kız anlat. Hangi birini anlatayım Cevriye? yəni bura hər tərəfi belə əhatə olunub, kale olaraq qalıb da. Bizans və Səlcuqlar. Bəli, Əminsən? bəli. Yok ya. Allah Allah. Ya, Vay be. Bizans. Allah Allah. Oo. Bizans, Səlcuqlar dövründə. Ona görə buranı Kaleci, hətta Old Town-da, qədim şəhər də Ha, adlandırırlar. Old Town bura gedir ha? Hə, Kaleci Old Town-da deyil. Aa, indi çəkib göstərəcəm sizə maraqlı kadrlar. Qəşəng yerdən bu. Neyəsiz dostlar? Bizim vlog gelir YouTube'da, ona baxırlar. Nə fikirləşirsiniz Ülkər xan? Baxıram ki, görüm nələr var. Deməli gəldik Kaleci yat limanına. Sizin də emin kadrlar çəkib, qəşəng kadrlar qoyacaq. Tamam bende o iş. O iş bende, rahat ol. Rahat ol ya, bir güven, bir sal kendini, rahat bırak, bende o iş. Yəni mənzərəmiz şu şəkildə. Mən yoxam. Mənim mənzərəm sənsən ki, hə. Hə, mənzərəmiz şu şəkildə. Bursa. Deməli bir dənə roman kadınla karşılaştık plakanda. Bu arada çeke bilmedi çünkü şey oldu da aniden. Acayip var. Beğenmedin mi maşallarımı? Oldu. Çeke bilmedik. Hem nə icazə verməz bəlkə çəkməyə. Roman arvaddır. Romanları bilənlər bilir də. Yəni mənim falımı baxdı, bizim falımıza baxdı. Yağmur
Dillerde destansın, bahçelerde fesleğen. Allah Allah. Atdı tutdu da siz belə yaxşısınız, elə yaxşısınız falan. Amma nəzər var dedi sizdə. Bəli, məncə də var. Gözlərinin göz çıxsın, gözlərinin göz çıxsın. Amin. Aha. Hə, heç nə. 100 TL aldı. Ne? Böyle. 200 TL aldı benden. Hə? Ha. Bəs yeni niyə istəyirdi? Ahmadı 300. Ablanın da hakkım ver. Ha. Dedim ki 200 TL abla 100. Allah vallahi çok verərdik. Prosta nakit. Verməzdim. Yəni mən olsam 200 TL verərdim. verdim. Bilmem neçə manat eləyir. 5-6 manat hesab Verərdim çünki nağd amma nağd pulum yoxdur da üstümüzdə, yəni kartdadır. Burada da biraz nağd lazım olur. Ona görə. Neyse. Amma haqqını helal etdi. Və heç nə göz varsa da bizim üzerimizdə nə göz, nə pis nəzər varsa hamısı çatlasın, patlasın. Amin. Amin. Gəlib bonuşumu tutduqda. Yoruldum. Balıq ekmək axtarıram mən. Burada mı məncə yoxdur. Dostlar, biz yenə Old Town küçələrindəyik, Antalyanın. Yəni sanki Bakının içəri şəhəri də belə deyək. Ən çox turistlərin olduğu yer. Merhaba hanımefendi, bir TL. Genç bir dilenciyim, sokak sokak gezerim. Bu Qarabala da bizim Qarabaladır. Çox pis yanmışam dostlar. Bir dənə aramızda ten fərqinə bax. Mən də Antalya'da mən də yanmışam, amma yəni çox o pis dərəcədə yanmışam. deyiləm. Hə, belə yəni. Burada maraqlı qəşəng şey ne deyirlər ona türklər? Benim çomar benim rahmetli köpeğim de orada değil mi? Hə, meyxanələr. Güzel meyxanələr falan var. Axşamlar məncə saat 6-dan 7-dən sonra burada qəşəng canlı musiqi də olacaq. Hə, yəni bu Old Town küçələri hər yer. Mən arada türk sözlərindən istifadə edirəm. Yəqin ki bu sizə cringe gəlmir də. Bu Türkiyədəyəm deyə yox ha. Türkiyədəyəm deyə yox ha. Mən ümumiyyətlə belə yəni arada istifadə edirəm də. Amma o demək deyil ki, mən ana dilimi təmiz bilmirəm. Mən ana dilimi gayet də yaxşı bilirəm. Bura nə qəşəngdir. Sizə mən qəşəng yer göstərəcəm. Deməli, yat limanına gəlmişik. Kaleci yat limanı. Yəni adı belə gedir. Antalyanın ən bilindik yerlərindən biridir. Bizi izləyənlər içərisində Antalyaya gələnlər varsa, olanlar varsa bilər. İndi sizə oraları çəkəcək. Deməli, tura bilet aldıq. Gedirik şimdi çevrə turu yapmağa. Yəni bu tərəfləri gəzdirəcək. Belə, heç nə, Səfa kapitanı bulmamız lazım. Bir ara biz video çəkdik. Dəniz məsələn, biz bağdaydı. Çox qəşəng deyil. Məncə də qəşəng idi. Bugünlük bu qədər. Gəldik çıxdıq otelə. Deməli necə çıxdıq otelə? Antalya'da otogardan birbaşa gəldik, elə otelin qabağında düşdük, gəldik otelə. Sabah da maraqlı bir video olacaq. Alanya'ya gedəcəyik. Sürpriz eləyəcəyik. Alanya'ya gedəcəyik, həyecanlıyam bu arada. Orada da qəşəng yerlər olduğunu deyirlər. Çəkib sizə göstərəcəyik. Sabaha qədər. Sağ olun. Salam. Salam. Alanya'dan salamlar hər birinizə. Gəldik, çıxdıq Alanya'ya. Bəli. Bu Necə günləri gəldik? Alanya okurcalardan gəlmişik Alanya mərkəzə. Bir də sizə bir məlumat bölüşüm.
Ya bir sus. Ne çok konuşuyorsun sen ya. Yəqin ki bilirsiniz də, bu Antalyadır, Alanya'dır. Məsələn, yəni Alanya'nın biz bir köyündəydik. Yəni qaldığımız otel bir köy idi. Məsələn, okurdular, Demek ki sen köylüsün ama ben de köylüyüm. afsallar, bir çox var idi, adlar yadımdan çıxdı. Bir də mərkəz var, Alanya mərkəz. İndi biz Alanya mərkəzdəyik. Alanya mərkəzdə deməli Kaleiçi var, İskele var, yəni bir də yat limanı var. Antalya'da da elədir. Məsələn, Antalya'nın köyləri var, Antalya Belek, Antalya Kəmər falan. Bir də ki Antalya mərkəz var. Mərkəzdəki keçən vlogda danışmışdıq Kaleiçi falan. Niyə Kaleiçi adlandırdığımı da demişdim hətta. Belə. İndi də Alanya mərkəzdəyik. Daha gedirik. Kaleiçinə gedəcəyik. Kaleiçinə getmək üçün də burada mini avtobuslar var. Da elə dedilər ki, mini avtobuslar var, onlarla gedirsiniz. Telefelekdə var. Sadəcə biz onu biraz qaçırtmışıq. Necə qaçırtmışıq? Əvvəldən düşməli idik. İndi telefeliyə getmək üçün 1 kilometr yol getməliyik. Avtobusdan da qaliba 50 TL'dir. Bir nəfər 50 TL'dir. Səni ora aparır. Yəqin ki, belə çıxırsan falan da ona görə getmək olmur. Amma Antalya'da rahat Kaleiçinə getmişdik bu arada. Kaleiçi, yat limanı. Burada desin yuxarıda da arası. Hə. Dırmaşacaq. Hə, Kaleiçi. Antalya'da getmişdik. Kaleiçi, yat limanına getmişdik. Bir də yat limanı deyəndə də orada hətta tekne tur da elədik. Onların hamısını çəkmişik. Yəni orada biraz da aydın danışmamış ola bilərəm. Çünki özüm də bilmədim tam. İndi yavaş-yavaş bilmişəm. Belə. Bu qədər. İndi avtobusa, deməli belə balaca bir avtobus. Kişi başı 60 TL'dir bu arada. Nə qədər 20 manatla? Sen benim asistanım olarak bunları bilməlisən. Sen nasıl bir mavinsin? Sen nasıl bir mavinsin? Aha. Deməli 60 TL eləyir kişi başına. 2 nəfərə 5 manat verdik. 4 manat 39 qəpik. Hesabladım burada. Baha. Deməli heç nə. Yəqin başqa yolla qalxmaq olmur da. İndi yol qalxıb Teleferik gedik. var. Belə qalxır yuxarı. Teleferiklə düşərik ondan. Maybe. Tamam. Yuxarı. O desin 250 TL deyir bir nəfər üçün. O da deyir 500 TL. Yəni 250 TL olmaz. Aslında baha deyil. Bilmirəm amma nə. Yəni olmaz. Bir nəfər üçün məncə normaldır axı. Bizdə də olmaq deyil. Seyir dağ üstünə qalxan yox. Bizdə məsəl üçün funikulyor var da. Gedənlər bilir. 2 manat deyil, 1-2 manatdır funikulyor. Məncə yox. Pahalı. Yox. Tanışın. Arkadaşlar biz gəldik kaleye avtobusla çıxdıq buralara. Amma içəridə çəkməyə icazə yoxdur. Ama biz yenə də girib görəyənə eləyərik. Amma məncə maraqlı bir şey olmayacaq. Adi bildiyimiz kale. Oradan sonra da girək sonra düşək aşağı. Getdik. Deməli kaleden çıxdıq. Heç bir şey yoxdur içində. Boş-boşuna 24 avro getdi. Paramı geri ver. Paramı geri ver. Para mara yok. Bitti gitti. Nereye gitti lan? Amma ki Sizi maraqlı bir yerə aparacaq. buradan düşürük aşağı. Burada nə var dedi? Orada oxu. Mağara var deyir. Hə, tamam gedək. Gedim Hər kəs mağaraya. gedir. Evet gidelim mağaraya. İndi gəlirik mağaraya. Eminin yaşadığı yerlərə ziyarət eləyək. Amma baxa bilmirəm yaxından. Deməli, kaplumbağa gördük, tısbağa. Tısbağa. Və mən gördüm, heç Emin görmürdü. Tamam sana bir tane 5. Belə bir qəribə oldu mu? Bu arada toxunu biləmədim. Yəni, prosta Ay qəribə oldu. garip olmuş. Nə bilim, qəribədir. Bu arada mən ilk dəfə tısbağa görəm. Ne güzel. Çık dışarı. Zarafatsız ilk dəfə tısbağa görəm dostlar. Neyse.
İndi Ülkerlə nə qayırıq? Muzey var burada, bir dənə ora gələcəyik. Ora gələcək. Əslində mən girmək istəmirdim. Biraz belə yeraltı falandı. Amma maraqlı getdik. Birdən belə narahat olaram, amma dedim maraqlıdır, baxaq. Gəl. Buradan başqa gözlə. Niyə yazıblar ki, basamaklar kaygandı? Yox. Bakın burası çok dar. Narahat olma, gəl. Oha, böyükdür ama. Tam aşağı düşmək olur. Ha. Arkadaşlar ben güclə düşürəm, yani biraz plekonlar narahatdır. Wow. İçerisi sulu. Şey bura. Aşkım buranın içerisi sərindi. Onda bura restavrasiya olunmuyor. Yo, necə çəkər? Fikir. Ne qəribə. O divardakı nədir? Bəlkə də sudan. Nə düşünürsünüz bu haqqında? Qəribədir. Yəni belə baxıram. Buranın əslində tarixdə keçmiş yer. Biz Alanya qalasının alınması falan. Prosta yadımdan çıxıb. Suyun içində. Bildiyin restavrasiya olunmuyor bura. Amma çöl tərəf olunur. İnsanlar özlərini o dövrdə hiss eləmək istəyirlər. Ona görə eşşək kimi anqırırlar. Niyə belə səs eləyirlər? Elə səs niyə eləyirlər ki? İnsanlar özlərini o dövrdə yaşayan insanlar kimi göstərmək istəyir. Daha əvvəl, bir 1000 il əvvəl. Ona görə anqırırlar eşşək kimi. Amma belə çıxır düşür cəmaat. Göstərim sizə. Düşürlər, gəlir bura. Dar balaca bir yerdir. Yo, böyük yerdir. Amma səs çox echo verir. Verəcək də qalqa. Yəqin ki, mikrofonu yaxşı götürür. Bunlardan çıxırım yuxarı. Artıq çıxa bilərik. Orada hava yerləri. Nə? Burada qəhvi yerdir. O. Ha. 50 qəpik görürəm orada. Bizim 50 qəpik. Qəpiyimiz yoxdur. Belə indi buradan da çıxıb. Elə belə atıblar. Görsən niyə qəpik yapıblar ki? Ne olacak ben oradan? Alanya Kalesi, Hisariçi Mahallesi, Cami Önü mevki 316 ada 6 parselde bulunan Mecvetli Sarnıcı. Oha. 13-cü yüzildən qalıb. 1960-cı illərdə Kaleyə şəbəkə suyu bağlanana kadar mahalle halkı tarafından kullanılmaktaydı. Silah suyuydu gördün. Uçarsa bu dəqiqə təngləməz. Getdik. Mənim ağlıma bir şey gəldi, inşallah ki o deyil. Belə yerlər gecələr çox qorxulu olar. Sesime gel Recep. Gel. Gel evladım. Bismillahirrahmanirrahim dedem. Yəni belə bir kasvet var da, məsəl üçün içərisində mən onu hiss elədim. Amma təbii ki, işıqlıq da çox adam var. Yəni tək deyilik. 30 metre qalanmadı. Təsəvvür birdən qapılar üstün bağlayırlar. Bağlı. Çıxa bilmirik. Telefon işıq olsa bəsdir. Bura tarix əsərdir. Kayhanlar evidir bura. İçində yenə insana bənzər varlıqlar yazırlar. Sağ olsunlar. Bura Kayhanlar evidir. Kayhan nə deməkdir? Bilməm, öyle yazıb da Kayhanlar evi. Kayhanlar evi. Bir də baxacaq Kayhan kimdir? Bilmiyorum. Yəni bura məşhur bir yer olaraq adını bilirdim, amma niyə belə olduğunu, tarixini falan
İçəri demə ki, bu da çəkilmişək. Ay, heç şəkil modunda deyiləm və təngi nəfəsim. Şu an. Bax, beni çəkildi ki, yerə oxşuyur. Sizdən kasvetlidir çox, yəni heç şey deyil də. Qeyribədir. Tərəflər keçmə. Bu ne? Ne bileyim abi. Qəbirstanlıq. Şu an çox təngi nəfəsim. Qəsr eləyək. Olmasın, bura qəbirstanlıqdır, düzdür. Bu videoya 1000 like gəlsin, videomu axşam da kəsirik. Yine siz yine enteresan bir şaka. Keçirdə bilmərəm, istəyir 100 min like gəlsin. Camiyə gəlmişik. Demək, bayaqlar bir dənə yerə girdi, sumkalar var idi, özü hazırlayırdı. Onları çəkmədim. Xanım danışırdı, ona görə Sən də çəkə şəkil bilmədi. çəkdin də, şəkildə Hə, var. hə. Şey, quzu dərisindən bir dənə sumkaydı, 1800 TL, yəni 65 manat. Məncə dəri, düşük dəri, quzu dərisidir. Məncə əsl dəriyə görə normaldır qiyməti. Nədir? Quzu almadıq, amma normaldır məncə. Bəli dostlar, Lahıca gəlmişik. Lahıcdayıq deyib, sevdikşim Lahıcı xatırlatmır. Tam Lahıcıdır, bir dənə baxın, ciddən. Lahıcıda olanlar bilər. Deməli, gəzə-gəzə gəldik, çıxdıq İskələyə. Uzun yollardan sonra yarım saatdır piyada gəlirik bu arada. Mən çox yoruldum. Mən də yoruldum. İstidən öldüm. Oturmağa bir dənə yer tapaq. Orada Davam eləyərik. açacaq. Haydi.